Salamlar, necəsiz, yaxşı olasınız. Evdən çıxmışdım, hazırlığa gedirdim. Ən bəlacı bir şey tapdım burada, qapının ağzında. Əgər qaydanda burada olsa, buna gətirib yemək verəcəyəm. Olmasa da getdi, yəni yemədi, getdi. İndi çıxmışım evdən hazırlığa gedirəm. Saat 11:20 dəqiqə. Saat elə 10 üçün falan oyanmışam. Bu günlər gec oyandım biraz, çünki neçə vaxtı düzəməlli yatmırdım və işləməyən pudini falan qoşmadım ki, neçədə duraram da. O yüzden nağda bilirdim ki, hazırlığa çatacağım. Yəni, prosta neçə dəqiqə qalmış, yəni duracağım da. Burada yarım saat qalmış durdum. Tezbazda rəngimi dəyişdim, yemək falan deyəmədim. Çıxdım evdən, gedirəm hazırlığa, yiyəcək hazırlığı. Bu ayın neçəsidir falan bilmirəm. Yəni, baxmamışam kalendara. Amma söz açıqlamada və başlıqda görəcəksiniz. Saatımı zat da düzəltməmişəm, belə paplı çıxmışam evdən. Yiyəcəkdən başqa heç bir hazırlığım yoxdur bu günləri. Bir dənə sabahları səhər saat 8-də Azərbaycan dili hazırlığı var. O hazırlığın tapşırıqlarını yazmalıyam, əsas eləməli olduğum şeylərdən də. Qalan belə full boşam və yəni maraqlı şeylər edəcəyəm bu günlərdə. Ümidvaram video bəyənərsiniz, bəyənməsiniz like atmağı, öz müsbət fikirlərinizi şərhdə bildirməyi və kanala abunə olub zil atmağı yaddan çıxarmayın. Yəni, belə, söndürüm kamerayı çünki hazırlığa çatırım. İçtimə bir şey yemək verəcəyim burada olsa falan, buradaymış. Yəni, bax, nəyə qoyuram bura? Allah aşkına. Bura yox, yox bura yox, çəkmə, yalama telefon. Gəl bu yana, gəl bura. Bax, gəl. Gözlə. Ağız yaxşı da veririk də, sən işdən elçəksən. Gəl, bax. Az üstüne çek. Ala ye, tık. Ye, ha, ye. İç kız iç. Az boş var değildi, çekil. Çek bunu değil. Ses çıkabiliyor, sen ne değil. Nasıl geleyim? Başında yemək qalıb, it qızı. Yəni, başımı təmizləyirəm, sən işində ol. O sesini harundan çıxardırsan elə. Minecraft'da petlər olur, düşür adamın dalıyca. Bu cümlə də bir dəqiqə, gəlib mənim dalımca. Çox zor bir şeydir, qəşəng bir şey, xoşum gəldi buna. Sarı falan, şirin bir şeydir. Burası burnun burasında falan şey var. Nəsə var, bilməm nədən. Oy Allah, it qalmış da ayağımın altında. Gəl. Deməli, bu pişiyə yemək verdim və qərar aldım ki, pişiyi öz himayəmə götürürəm. Hər gün buna yemək suzad verəcəyəm. Qəşəng pişidir. Yaxarı yol dezi üçün fırlanar da. Hə, bir də ki, saat 4-dən 5 arası, nəsə o civarlarda futbola gedəsi oldum mən. Ani bir şey oldu, uşaq yazdı ki, gəlirsən adam lazımdır. O qədər bekar adamdır ki, heç matkaz eləmirik də. Dedi ki, yəni gələ bilirsiniz, dedi gəlirik. Nəsə aparırlar, gətirirlər, şotumu da verirlər. Nə istəyirəm mən day? Hə, prosta gedirəm, oynayıram da. Nəsə gedim indi bu pişiyə bir dənə yemək alım, bir 2-3 patika alım. Pişiyi daha yaxşıdır. Öyle zor bir şeydir, böyle lezzetli bir şeydir. Nəsə. Mən də yaxşı sadiq olsam. Pişiklər nankör olur olsun. Nəsə bir dənə it yemək alaram, bu itə verərik. Nəsə də söndürüm, bir dənə dükana girək, gələydə nə olur, nə olmuş. Uşaqlar çox paputu şeylər oldu. İndi yazdı ki, uşaq gedək Gənclik Parkına, orada bir yarım saat qalandan sonra bir gedərik stadiona falan. Yəni çıxdım evdən, sumkamı da götürmüşəm. Gedirik Gənclik Parkına, oradan da gedəcəyik stadiona. Yusuf gözləyəm, gəlsin tez bazar gedək. Çünki deyəsən bir an gecikmişik və bu cürlə. Çıxmışıq indi, gəl, nə deməksən? Sən demirsən yəqin, sən nə deməksən? Çıxın abunədən, mən həmişə deyirəm, çıxmışsınız abunədən. Bəstirin ağzını. Hər dəfə sən o deyəndən sonra bir 20-dən 30 dənə artır. Zarafat şəhərdə yaşayış var imiş, hə? İdman, Allah'ın olsa idman aparatlardan. Adınızda oxuyur kollecində. Gəlir mən söz deyir. Bakını görməkdən gözlərim də. Məsələ görmək deyildi, oradan nəsə almaq deyildi. Almışam da. Nə almışsan, saqqız? 100 manat stipendiya alır. Danışdı o hekayəvi gəl buradadan, İbomen hekayəvi.
95'e paltar aldı. Ay bu men reklam. Reklam da az da. Qoy Olsun, reklam eləyim deyil. oradan da pulum gəlir. Sənə zırt gələ. Nəysə də indi. Hə? Get çıx ora. Gəl çıxım da reissən. Davay çəkirəm. Çək. Həşədə buna çıxmağına var. 5 manat. Girəndən sonra nə edirəm? Oradan çıxırsan. Nə Az mənası var? içinə gir dur orada sonra təzədən durma. Bunun nə mənası var ki indi? Qaqaşım bax. Sən başa düş. Survivor. Oy zıqı. Bu belə olmamalıdır. Məncə bunun məqsədi daha başqa. Məncə də. Bu bağlanır ha elektriklidir içinə girəndən sonra. Asımcıyı bağlanacaq indi. Bu uşaq xəstədir bu. Davay da Dükan girmişik su almağa. Böyle maraqlı bir şey yoxdur. Arazın bir damcıdan miniləşdirilmiş formasıdır. Adı bilmədim nədir amma dükanı. Bu kofe içində verir. Kore'de zaten olur ya alırsan da güzel bir yiyesi. O qaşan, bir nə qədi, ağzım öyle ki verir, bir nə qədi. Ana vətəni. Bir nə qədi amma yəni nə bileyim valla. Ən bomba. Burada naskılar zatlar da var. 1.50-yə. Çorabın zırıldı yolda qalmışsın. Düzdür, çox məntiqli. Bu nədir? Ağrı. Evet, gəl görüm. Bravoya gedir, buna bəyənmədi. Burada zibil yeşiyi də var, görürsən, inkişaf edilir. Bravoya monster zat gəlirmiş, buna baxın. Burada səhrai bir şeydir, ən mujik rəngi budur, mən alsam buna olardı. Bu normaldır deyəsən, bu bilmirəm nədir. Burada Red Bull'lar var, yine 850-yə. Sonra Red Bull'un kolası var imiş, onu indi gördüm. Adi Red Bull'lar var, başlayan bırakın, məsələn, biz nə alırıq? Adi su. Bizim yaşımız satmıyor. Bu nədir? 70 qəpiyə. Alın bunu. Fake kola. Fake kolalar daha zordur. Kaçta bir Bunlar içmişəm bak. Ha, zordur. Sonra başqa... Deməm bunu dedim, 2.90-a çeri kola. Orijinal da 2.70-ə. Bunu da alın. Ola limonlu Fanta. Aya, belə şeylər var. Nə də ola? Bunu Bu keçən bir şey görmüşdüm. Ben narlısını aldım. Fantanar çıxıb təzə çıxmaz da. Fantanar deyə gələ Fantanar. Fantanar normaldır. Fantanar hər yerdə var. Burada Fanta limon 2.90 nədir? Adamın insafı olar. Adi şeydir də. Yox, burada sular. Bax, bizə qalan budur ya, şişə olar eləcə. Of be. Stadiona çatmışıq indi. Saat 5-də oyun başlayır, 6-da qutarır. Oyunun videosunu zaten deyəsən çəkən olmayacaq da elə. Yəni bir də oyundan sonra aça biləcəyəm kameranı. Elə bu. Bəli. Burada qardaş oyunda rəqibi. Biz ömrü boyu bununla rəqib oluruq ama. Belə də. Zəif qaz. Burada oturmalı yer də var ya. Bunlar bizdən olacaq. Davay söndürdüm. Çıxmışıq oyundan. Bizə əsə götürüblər. Gedirik evə. Da Binəqədiyə. Qayıtdıq axır ki Binəqədiyə. Saat 8 oldu. 8-ə qalır. Saat neçədir Binəqədidə? 9-a işləyirmiş. 9-a işləyir, 9 dəqiqə. İndi dükan girək bir dənə sudan soxdur, nə sağlar. Çıxaq gedək evimizə, işliyimizə və ayaqdan süləndik. Zarafat 2 gündə tətil olandan da mən heç nə eləməmişəm. Ancaq hazırlıq tapşırıqlarını yazıram. Olan belə avara fırnaram. Çox belə. Aldı bir qabağda kimsə yıxılıb. Ayda. Gəl, bizlik deyil, gəl. Girməyəcəm. Yaxşı girmə, oran girirəm. Bizim mujikimiz buradaymış, baxın bir də. Gəl. Woohoo! Mən seçməydim müzik. Nəsə bu Şirin hələ də buradaymış, getməyibmiş. Bunun anası atası yoxdur. Bu niyə belə rahat fırlanır? Evdəyəm indi. Girim bir dənə, çimim çıxım. Ondan sonra görəkdən neyinirik. Amma bu gün dərs də işini eləməyəcəm. Yəni oturub bir də Azərbaycan dilini yazarım. Bəlkə Azərbaycan dilində yazmaram da. Sabahlar səhər tezdən durub yazaram. Hər şey ola bilər. Heç belə xotum yoxdur. Oturub nəsə dərsdə oxumağa mən. Çimə çıxandan sonra Yusif Mallamla bir dənə getdik dükana. İndi qayıdırıq. Evə də gedəndən sonra heç nə eləməyəcəm, yıxılıb yatacağam çünki yorğunluqdan gəbərəm. Saat 8-dən yeri bu. Tapşırıqları da ki, sabahları səhər tezdən duranda yazaram. Səhər 8-də hazırlıq. Hadi tezdən durub yazaram, nasıl 5-ün 6 üçün dururam. Məsələn, nə olacaq? Nə 80 dənə biri, 20 dənə biri də 100 dənə tapşırıqdır. Baxsadım. Sonunda hazırlıq var. Düzən başı köçürdüm.
Mən seçim baxın. Kimin nə xəbəri var, köçürürəm. Uşaqlar tapşırıqlarınızı köçürməyin, öz halal zəhmət bizlə yazın. Köçür söz belə, yəni mən köçürməyə təbii ki, qarşı deyirəm. Özüm də vaxtımı köçürdümüşəm. Köçürdəndən sonra köçürdümüşəm, amma 270 bal yığmışam. Yəni burada bir fərasət girir söhbətə. Amma belə bir şey söhbət var ki, mən köçürdəndən sonra məsəl üçün 5-ci gün hazırlığım var, tapşırıqları çatdırmamışam. Bunu 4-cü gün köçürdürdüm, amma 5-ci gün hazırlıqdan qayıdandan sonra ya da 6-cı günləri həmin tapşırıqları götürüb bir də özümdə yazırdım. Yəni köçürmək pis bir şeydir və riyaziyyatı heç vaxt köçürməmişəm. Köçürdəndə Azərbaycan dilini köçürdümüşəm. Və mən dürüstçəm. Yəni bu məndən soruşsalar, müəllimələr falan özlərinə də deyirəm. Bu il Azərbaycan dilini bir ilk dərs köçürdümüşdüm. O da ki, fonetika bölməsi idi. Zəhləm gedir ondan. Köçürdəndən sonra da oturub təzədən o özüm yazmışdım. Düzdür? Məsəl üçün bir həftəyə yazmışdım. 20 dənə belə yazmışdım. Amma axır əvvəl yazmışdım. Bu il Azərbaycan dilini heç vaxt köçürməmişəm. İngilis dilini olsa gedmirəm. İngilis dilini keçən il çox cüzi köçürdümüşəm. Yəni tapşırıqlar çox olub çatdırmamışam. Həm 10 dənə sual, 20 dənə sual köçürdümüşəm. Yəni bunu da deyirəm. Amma köçürdəndən sonra yenə deyirəm, oturub tapşırıqları təzədən yazın. Çünki yəni bir özünüzü allatmayın da boş yerə. İmtahanda yaxşı şeylər olmayacaq yoxsa. Bu cür də videonu qutaram burada. Sizə yaxşı baxın. Matı. Bu arada indi yadıma düşdü, Yusuf'la sağollaşandan sonra mənim bir dənə editləməli olduğum gözlüyüm. Bir dənə editləməli olduğum video var, qısa video oturub o editləyib o cür yatacağım. Çünki o video mən yəni editləyib paylaşmalıyam.